şah plov olar, vişnəli kənd çolpalı, yoxlamayan mühüm peşman. Sahil bağı ilə üzbəüz dünən Brinza adlı restoranın açılışı oldu. Bura milli yeməklərin köhnə dədə-baba üsulu ilə hazırlandığı nadir restoranlardan biridir. Hər şey enfəsidir. Bir dəqiqə bütün yeməklər bir qırağı bu süfrənin şahı ilə vişnəli şah plov idi. İlk dəfə idi belə növünü yoxlayırdım, ürəyim getdi. Burada yeni açıldığı üçün hələ servis haqqı da yoxdur. Adətən ləziz milli yeməklər belə tərzdə olan məkanlarda olur. Şəki mətbəxinin ən möhtəşəm təamlarından biri də övrişdəsidir. Şəbalıtlı, can ətli, narlı, mükəmməl bir daddır. Yeməklərini hazırlanmasında da keyfiyyətsiz ətlərdən istifadə olunmur. Kənd çolpasından olan sac da çox gözəl bişmişdi. Mən ananasla toyuğun uyğunluğunu çox sevirəm, salatlarda əla alınır. İndi deyəcəksiniz ki, bütün yeməkləri tərif elədiniz, ancaq hər şey mükəmməl idi, heç bir qüsur tapa bilmədim. Gürcü salatı da müxtəlif soslarla hazırlanmışdı. Məkanın məzələri olsun, pendir çeşidləri olsun, turşuları olsun, hər biri çox keyfiyyətlidir. Canlı musiqilər də olacaq və müxtəlif depozitsiz kabinetləri də var.